Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi ərəfəsində Azmiyu Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib. Universiteti müxtəlif illərdə bitirən 300-ə yaxın məzunun iştirak etdiyi yığıncaqda ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər, Azmiyunun fəxri məzunları da yer alıb. Görüşdə əvvəlcə dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən rektor professor Gülçöhrə Məmmədova Azmiyu Məzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Bu assosiasiyanın məzunların universitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrlə öz təcrübələrini bölüşmək, Azmiyu ilə istehsalat arasında əlaqələri daha da gücləndirəcəyi və universitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlar yaradacağını bildirib. Məzunlar Assosiasiyasına bununla biz çox ümidlər bağlayırıq. Ümumiyyətlə, bu çox müasir bir iş formasıdır. Universitetlə istehsalatın əlaqələrini möhkəmləndirmək üçün, universitetlə istehsalat arasında yeni iş formalarının tətbiq edilməsi üçün müasir tələbdir və çox faydalı bir formadır. Biz belə düşünürük ki, bugün yaradacağımız, təsis edəcəyimiz məzunlar və onların o təşkilatın idarə heyəti universitetin bütün işlərində fəal iştirak etməlidir. İdarəçilikdən başlamış, daha ki, deyək ki, tədrisin hansısa məsələlərinə qədər, maddi-texniki bazaya qədər. Tədbir çərçivəsində Azmiyu Məzunlar Assosiasiyasının əsasnaməsi qəbul edilib, təftiş komitəsinin və idarə heyətinin üzvləri seçilib. Təsis yığıncağından sonra idarə heyətinin iclası keçirilib və iclasda Azmiyu Məzunlar Assosiasiyasının sədri seçilib. Universitet rəhbərliyi və məzunları arasında yaradılan bu yeni körpünün Azmiyuda təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyi gözlənilir. Havar Şəfiyeva, Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.